Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Bugün qat-qat xəmirdən çox ləzzətli kətələr hazırlamışam. Hazırlama qaydasına keçək. Deməli, əvvəlcə isliyi hazırlayıram. Burada düzdür, əllə olmaz da eləmək olar. Mən blenderdən keçirdim. Deməli, 1 stəkan un, 1 stəkan da şəkər tozu. Daha sonra üzərinə 75 qram kərə yağı əlavə edib blenderdən keçirirəm. Burada diqqət eləmək lazımdır ki, çox iriciləli şəkər tozu olmasın. Olur şəkər tozu neçə cürə olur. Biraz çox diri-diri olan şəkər tozu olmasın. Onda xırçıltılı, yəni içlikdə, ağızda hiss olunacaq şəkər tozu. Daha yaxşı olar ki, məsəl üçün şəkər pudrası istifadə edəsiniz. Elə olanda 150 qram şəkər pudrası da istifadə edə bilərsiniz içliyə. 1 stəkan un üçün. Blenderdən keçirirəm. Vanil, 1 paketdə vanil qatıram. Yenə də qeyd edeyim ki, bunu əllə də olmaz eləmək olar. Sadəcə blenderdə tez olur deyə blenderdən keçirdim. İçliyimiz hazırdır burada. Mən burada qat-qat xəmir hazır buzxanada var idi. O xəmirdən istifadə eləmişəm. Həmən qat-qat xəmiri də özüm hazırlamışam. YouTube kanalımda da paylaşmışam necə hazırlama qaydası. Yəni döymə xəmirdən hazırlamışam qat-qat xəmiri. Bizim burada 2 gündə qat-qat xəmirimiz var. 3 parça görünür, amma deməli 1 gündə bütövdür. İkinci gündəni mən 2 hissəyə bölmüşəm. Ona görə 3 parça görünür burada, amma toplam 2 gündədir. Burada içliyi də 2 gündəlik hazırladım. Yəni 1 stəkan şəkər tozu ilə 1 stəkan un, həmən içlik 2 dənə gündəyə bəs eləyir. Düzdür, istəsəniz içliyi çox qatmaq, artıq içliyi yığmaq, o sizin zövqünüzə bağlıdır. Amma normal bunun ölçüsü, deməli, hər bir gündəyə, üzr istəyirəm, 2 gündəyə bu içlik tam bəs eləyir. Yenə də qeyd edeyim ki, YouTube kanalımda paylaşmışam. Xəmirin, qat-qat xəmirin hazırlama qaydasını inşallah vaxt edib baxa da bilərsiniz. Mən içliyi 2 yerə bölürəm, yəni yenə də deyim ki, 2 gündəlik içliyi var burada. Tən yarısını bu bir bütöv gündəyə yaydım, içərisinə yerləşdirdim. Burada diqqət edin ki, xəmiri elə yaydım ki, tam cırılma ehtimalı olmasın və formasını itirməsin, elə kvadrat formasında ki, qatlamaq rahat olsun. İçliyi səpdim və gördüyünüz qaydada qatlayıram. Qatlayanda da çox yüngülvari belə üzərindən əlimlə belə basıram ki, içliklər çox o yana qaçıb dağılmasın. Bu formada qatlayıram, forma verirəm və istədiyiniz formada kəsə bilərsiniz. Burada diqqət edin, mən içliyi yığandan sonra, qatlayandan sonra biraz üzərindən bu formada gedirəm. Çox bərk presləmirəm, yüngülvari ki, səliqəli olsun ona görə. Daha sonra bu rulonu belə qaldırıb gördüyünüz kimi 1-2 dəfə qaldırıb çırpıram süfrəyə ki, orada məqsədim odur ki, rulona sərbəstlik verirəm də. Bir var ki, elə bükən kimi kəsmək, bükən kimi kəsəndə üst qatları qaçır onda. Səliqəli alınmır. Xəmir qaçır. Ona görə biraz qaldırıb belə çırpıram ki, biraz boşalsın, sərbəstlik olsun özün rulonda, daha sonra kəsirəm. Formalı bıçaqla kəsdim mən. Siz istədiyiniz formada, nə bilim, adi bıçaqla da kəsə bilərsiniz. Baxın, ikinci gündəni deyirəm. İkinci gündə dedikdə, yəni ikinci gündəni 2 yerə bölünmüş gündədir bu. Ona görə yarı qalan içliyi də yenə 2 hissəyə bölüb bu 2 balaca gündəyə yerləşdirirəm. Eyni qayda ilə yaydım, formasını itirmədən gündənin xəmirin və qatlayıram. Hər qatladıqca da diqqət edin, mən əlimlə üzərindən çox yüngülvari belə üzərindən biraz basıram ki, içlik yapışsın, çox dağıntı olmasın doğrayanda. Və yenə də rulonu qaldırıram, 1-2 dəfə sərbəstlik verirəm rulona ki, doğrayanda üzü qaçmasın, xəmirin üzü, yuxanın üzü qaçmasın.
Bütünlükdə xəmiri eyni qayda ilə yaydım, hazırladım, listə yığdım və üzərini yumurta sarısı ilə yumurta sarısı üzərinə çəkirəm. Burada yumurta sarısına heç bir şey qatmamışam, duru yağ, pesok heç nə qatmamışam. Sadəcə yumurta sarısıdır. Üzərindən çəkirəm. Daha sonra çəngəllə forma verirəm, iz qoyuram ki, yəni görkəminə görə. Əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada bişirirəm. Yəni çox iti xodda bişirmək lazım deyil ki, bunların qatlarına görə həm özü qat-qat yağlı xəmirdir, həm də içliyi var, neçə qat qatlanıb. Ona görə 170 dərəcədə bəs eləyir ki, bunun içərisi də bişsin. Gördüyünüz kimi bişdikcə necə qalxır. Bu xəmirin tərkibində nə qabartma tozu yoxdur, nə də maya yoxdur. Amma diqqət edirsinizsə, burada necə sobada bişə-bişə hündürləşir, həcmi artır, böyüyür elə bil kətələr. Çox da gözəl, kövrək, yüngül kətələr alındı. Hazır oldu kətələrimiz. Mən ilk listə yağlı kağızsız qoydum kətələri. Ona görə altı biraz yapışdı. Yapışsa da qoparda bildim. Amma ki, daha yaxşı olar ki, yağlı kağızın üzərində. Mənim başım qarışdı çəkilişə, elə bir fikir vermədim, fikrimdən çıxdı. İlk listə mən kağızsız qoymuşdum. Sonra ikinci listin altına yağlı kağız qoydum. Dəyərli xanımlar, belə qat-qat xəmiri hazırlayıb buzluqda saxlasanız, hər zaman əlinizdən tutacaq. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Hələlik.